Baxın, indi siz dediniz ki, əksər hallarda uşaqlar özlərinə də xəsarət edir. Yəqin ki, belə faktlar var. Yəni Türkiyədəki hər iki uşaq özünü öldürüb sonra. İndi mən onun izahını verəcəm sizə. Bəli. Oradakı icra edən, cinayət törədən, insanları qətlə yetirən, hətta uşağı müdafiə eləmək istəyən müəlliməni öldürməsi. O, uşağın hormonal, cinsi və psixi prosesində qüsurun əlamətidir. O, evdəki rəftarın əlaməti deyil. O uşağın, həmin o uşağın, evdə ona pis, bayaq saydıqlarımı, pis münasibət göstərdiblər, davranışlarında nümunə deyil. O uşağın psixikasında hormonal və psixonevroloji qüsur əlamətlərinin təzahürüdür. Oğlan uşağında cinsi sferada qüsur olanda o silahdan hədəfi vurmaq üçün, işgəncəni tətbiq eləmək üçün zövqə çevrilir. O kişilər, oğlan uşaqları, kişilər silahdan atmaq üçün, qarşıdakı hədəfi vurmaq üçün, ov eləmək üçün bu zövq ala bilərlər. Ovdan, prosesdən zövq ala bilərlər. Amma nevroloji, psixoloji qüsuru olan idrac prosesləri normal inkişaf etməyən oğlan uşaqlarında və hormonal pozuntu olan oğlan uşaqlarında onlar silahdan tutaq ki, əgər ora bir şüşə butulka qoyub, şüşə butulkanı vururlarsa, digər sağlam adamlar hədəfi vurduğundan sevinir. Bunlar isə o şüşəni parçalamağından sevinir. O şüşəni vurduq, tikə-tik oldu. Bunlar o vurmadan zövq alır, zövq mexanizmi formalaşır və o zövq mexanizmi idrac prosesləri normal inkişaf eləməyən uşaqlarda isə gələcəkdə nifrətini aqressiya ilə icra etməyə bir stimul verir, güvən verir. Bayaq yadınızdadır, mən deyirdim güvənsizlik və s. Bu hallar pozulanda, bax o uşaqda özünə, valideynlərinin buna güvən hissi, itirilmiş güvən hissini uşaq özündə orada tapır və o qarşıda bir səbəbsiz yerə də cinayət törədə bilər.